Tahir Kərimli, nazirlər, digər vəzifəli şəxslər Ramiz Mehdiyevi görəndə Farağat komandasında dururdular. Adətən bizdə şəxs yaxud hadisə haqqında dövlət başçısı, dövlət orqanları addım atandan sonra araşdırmalar, tənqidi mülahizələr, zəncirvari reaksiya kimi baş alıb gedir. Həmişə bu cür görmüşük. Ramiz Mehdiyevlə bağlı eyni prosesi müşahidə edirik. Ancaq Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamlar o qədər fərdi, sərt, məxsusidir ki, bu ittihamları xalq və digərləri bilməyə də bilərdi. Məsələn, dövlətə xəyanəti xalq konkret şəkildə bilməyə bilər. Heç mən də bilmirəm. Əvvəllər bu vətənə xəyanət idi, lakin biz o zaman qərar verdik ki, vətənə xəyanət daha ciddi məfhumdur. Bunu dövlətə xəyanətlə əvəz etdik. Bu hökm sübuta yetiriləndə cinayətkarlar ölüm hökmünə belə düçar olurdular. Yaxud dövlət çevrilişi ilə bağlı, yəni məxsusidir. Kimisə qınamaq olmaz ki, niyə əvvəlcədən bunları işıqlandırmamısan? Korrupsiya əməlləri ilə bağlı verilən ittihamlar Ramiz Mehdiyevin və bugün həbsdə olanların, olmayanların geniş fəaliyyət göstərdikləri monopoliya ilə məşğul olmaları hər kəsə aydındır. Bu o qədər geniş və əhatəlidir ki, ayağını, başını yığıb yığışdırmaq olmur. Görürsən ki, hansısa bir korrupsiya şəbəkəsinin həlqəsinə qarşı nəsə edirsən, ictimai qınaq yaxud hüquqi təqib olur, digəri qalır. Məsələn, Elm və Təhsil Nazirliyi, eləcə də Mədəniyyət Nazirliyi tenderlərini verdiyi şirkətlərin biri Şərq-Qərb Səhmdar Cəmiyyətlərdir. Şirkət Ramiz Mehdiyevə məxsusdur. Vaxt tapdıqca bununla məşğul olunacaq. Sözləri Pravdacı açıqlamasında sabiq deputat Tahir Kərimli deyir. Çox ehtiyatlı olmaq lazımdır. Təsəvvür edin ki, mənim özüm barada nələr deyirlər. Güya Ramiz Mehdiyev barada demişəm ki, müstəqil dövlət qurulmasında bu adamın müstəsna rolu olub. Sanki Ramiz Mehdiyevlə birlikdə xalq hərəkatında olmuşuq, o da mənimlə istiqlalçı deputat olub, qol çəkib, ya nə edib? Adama yalanı, şəri yaxanda heç olmasa həqiqətə oxşasın. Ramiz Mehdiyevlə ömrümdə bircə dəfə rastlaşmışam, Heydər Əliyev salayında gözləyirdik. Nazirlər, digər vəzifəli şəxslər Farağat komandasında dayanmışdılar. Çünki Mehdiyev baş nazirlə irəliləyirdi, kimsə cürət edib, gedib görüşə bilirdi, ya görüşmürdü. Mən də əziz deputat qardaşım Fərəc Quliyevlə bir yerdə dayanmışdım. Ramiz Mehdiyev gəlib bizimlə görüşdü. Dedi ki, müsahibəni oxumuşam. Fərəc bəy dedi ki, görürsən, sən əməlli başlı qiymət ver. Halbuki o zaman çoxları ölərdi ki, gedib Ramiz Mehdiyevə salam versin. Bundan başqa ömrümdə bir dəfə də olsun bu insanla ünsiyyətim olmayıb. Ciddi rəqib olanda isə təbii ki, Ramiz Mehdiyev qarşı hamını tənqid etmişəm. Yeri gəlmişkən deyirəm ki, çox həssas məqamdır. Bu məsələ ağıllı şəkildə müzakirə olunmalıdır, qərəz olmamalıdır, doğru, düzgünlük olmalıdır, kampaniyasılıq olmamalıdır, həqiqətlər üzə çıxarılmalıdır, cinayət varsa üzə çıxarılaraq cəzası verilməlidir deyə o bildirib. Baxın dostlar, görürsünüz, deyir ki, Ramiz Mehdiyevlə bircə dəfə rastlaşmışam, onda da nazirlər, vəzifəlilər Farağat komandasında dayanmışdılar. Bax, indi bu gün o Farağat komandasında dayanan vəzifəlilər, deputatlar, nazirlər, bəziləri danışır, bəziləri hələ danışmırlar. Bəziləri də deyir ki, gözləyirik istintaqın nəticəsin. Məhkəməni gözləyirik. İndi güya bunlar Allah qoymasa, istintaqa mane olmamaq üçün danışmaq istəmirlər. Amma aydındır da istintaqı nəyə gözləyirlər? Bəraət versələr, yəqin danışmayacaqlar, deyilmi? Əziz dostlar, dəyərli tamaşaçılar, kanalda olanlar, hərəniz bir dəfə bəyənmə işarəsi verin, çox xahiş edirəm. Bəyənmə işarəsi verin, kanala abunə olmayanlar da olsun. Və dostlar, bugün Milli Məclisə
Siyavuş Novruzov, Tənzilə Rüstəmxanlı və Sahibə Qafarovanın arasında bir diyaloq olub, qalmaqal olub. O məşhur teatrda deyildiyi kimi yavaş-yavaş. Demək, Siyavuş Novruzov yavaş-yavaş danışıb. Yox, Tənzilə Rüstəmxanlı yavaş-yavaş danışıb. Siyavuş Novruzov yavaş-yavaş irad bildirib və Sahibə xanım Qafarova da yavaş-yavaş irad bildirib ki, və sonda da deyib ki, səninlə bir məsələ ilə bağlı söhbət edəcəm. Görək o məsələ nə məsələdir, versiyalarımızı deyək. Amma əvvəlcə gəlin çıxışa qulaq asaq. Görək çıxışda söhbət nədən gedir? Əziz dostlar, çox maraqlı çıxışdır. Düşünürəm ki, o çıxışa hər kəs qulaq assın, dinləsin, bəyənib, paylaşsın. Siz çıxış eləmişsiniz. Sahibə xanım deyir ki... İndi sualınız var sizin. Sualdır. Buyurun. Təşəkkür edirəm, hörmətli xanım Sədir. Hörmətli Tənzilə xanım burada çıxış elədi, qeyd elədi. Müstəqilliyə 271 nəfər səs veribdir burada parlamentdə. O 43 nəfər özlərini istiqlal yolunda görür. Referendum əleyhinə səs verənlərdir. Onlar tamam başqa şeydir. Müstəqillik başqa şeydir. Referendum əleyhinə başqa şeydir. Biz tarixi saxtalaşdırmayaq. Tarix varsa, tarix düzgün yazılmalı. Ziya Səmədzadə sədrlik eləyibdi iclasa. Burada oturub bilmirəm, var yoxdur iclas salonunda. O sədrlik eləyib iclasa. Və 271 nəfər də səs veribdi. 350 nəfər parlament üzvündən 271 nəfər. 360-dan 271 nəfər səs veribdi. Siyavuş müəllim, fikriniz aydındır. Sizin fikriniz aydındır. İndi çıxışlarda bəzi nöqsənlər olur. İndi burada olan çıxışlarda da bəzi nöqsənlər oldu. Mən sonra sizlə də ayrıca bir məsələni də danışacağım. Dostlar, yəni nöqsan da ola bilər də, başa düşürük. Efirdə də olur, Milli Məclisdə də olur, hər yerdə olur. Və davam edirəm dostlar. Görək Sahibə xanım nə deyir? Hörmətli Sahibə xanım, amma bu çıxış Tənzilə Rüstəmxanlının çıxışıdır. Görək o nə deyir? Qulaq asın. Hörmət edirəm mən. Və ona görə məsələni uzatmaq istəmirəm. Sadəcə gündəliyə bu müzakirə olunan məsələyə də müsbət yanaşıram. Mən buna cavab verməsəm olmaz. Çünki Siyavuş müəllim mənə saxtakar dedi. 7 Mart tarixi 91-ci ildə sirrin bərpa olunmasıyla bağlı referendumun keçirilməsi ilə bağlı idi. Deputatların cəmi 43, içində də Heydər Əliyevin o 43 kişinin içində təmsil olmasına əleyhinə səs vermişdilər. Bu da müstəqilliyimizə xidmət idi. Mən bunu demək istəyirəm, məni yanlış anladı. Mən o zaman bu proseslərin canlı şahidi idim və o müstəqilliyimizi qazanan o insanların içində ən çox qadınlarımız ön sıralardaydı. Mən o zaman, bax, tarixi elə yazırdıq biz. Müstəqilliyimizə gedən yolda mübarizə aparaq. Mən çox istəyərdim ki, o bugün dövlət çevrilişində əli olan Azərbaycan dövlətinin ən yüksək məqamlarını işğal etmiş Ramiz Mehdiyevin əleyhinə 10 il bundan qabaq Siyavuş Novruzov bir cümlə deyib tarix yazaydı. Tənzilə xanım, siz eşitdiniz ki, mən Siyavuş müəllimin çıxışından sonra mən dedim ki, Siyavuş müəllim, bəzi məsələləri biz danışarıq. Sözsüz ki, Azərbaycan xalqı və gələcək nəsillər bu xəyanəti heç vaxt bağışlamayacaqdır. Və əlbəttə ki, kimliyindən və tutduğu mövqedən asılı olmayaraq dövlətçiliyimizə, dövlət başçısına, möhtərəm prezidentimizə qarşı xəyanət edən hər kəs... Əziz dostlar, indi bundan sonra yəqin bu çıxışı dinlədiniz. Şərhə ehtiyac varsa şərh edək. Dostlar, şərhə ehtiyac varmı? Siyavuş Novruzovun, yenə də deyirəm, amma burada problem olmadı, şov olmadı.
şou tərəfə qaçmayalım dostlar. Yenə deyirəm, hər şey burada da yavaş-yavaş oldu. Məşhur teatrda deyilən kimi yavaş-yavaş, elə hamısı yavaş-yavaş danışdı. Deyirəm, bu Milli Məclis olmasa, inanırsınız mövzu yoxdur. Bu Milli Məclis olanda yenə adamın fikri qalır. Baxırsan ki, gündəm dəyişir. Mən zövq verir, sizi bilmirəm. Vallahi Milli Məclis zövq verir. Və indi əziz dostlar, baxaq görəyin